Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Hamımızın çaşdığı bir bölmə olan o-bu əvəzliklərində vergülün işlənmə qaydasını bugün ən loru dilinən, ən rahat qayda ilə başa salmaya çalışacağım. Deməli, bilirsiniz ki, o-bu əvəzlikləri, bəzən bunlardan sonra biz vergül qoyuruq, bəzən də qoymuruq. Amma hardan bilək ki, qoyuruq, hardan bilək ki, qoymuruq. Deməli, məşhur bir kəf qaydası ixtira eləmişəm. Nədir bu kəf qaydası? Ki, burada köməkçi nitq hissəsidir. Köməkçi nitq hissəsi. Əgər burada əvəzlikdir, f isə feildir. Əgər bunlardan sonra bunlar gələrsə, vergül qoyulmur. Qoyulmur. Yadda saxlama üsulu olaraq belə yadında saxlaya bilərik. Kəf yeməyi pişirəndə ətin üstünə bir pora yığılır. O poranı qoymursunuz da, yəni adətən anlarınızdan görmürsünüz ki, o poranı qoymursunuz, yəni ətin üstündə olmağa, özünüz götürürsünüz. Necə ki, onu götürdüyünüz kimi, kəf gələndə də biz vergül qoymayacağıq. Qoyulmur. İndi, düzdür, bunun da əmmaları var. Köməkçi nitqlərindən modal söz demişdik ki, istisnaydı. Çünki modal sözün buna əlaqəsi yoxdur. Modal sözün özünün vergülüdür. Axı, o başda gəlirsə, artıq ondan sonra modal söz gələndə ortada gəlmiş olur modal söz və məcbur onun hər iki tərəfindən biz vergül qoyuruq. Çünki modal sözün qaydası budur ki, cümlə başında gələndə özündən sonra, ortasında gələndə hər iki tərəfində, sonunda gələndə özündən əvvəl qoyulur vergül. Yəni, modal sözün buna dəxliyyatı yoxdur. Yenə də qoyacaqsınız vergülünüzü. Düzdür, ola bilər ki, modal söz də gəlsin. Elə bir sanki güya modal sözlərindən nə əvvəl, nə sonra vergül qoyulur. O ayrı bir məsələdir. Çox da əmmaya girmək istəmirəm. Əvəzlik gələndə vergül qoyulmur. Axırda bununla bağlı sual verəcəm. Onu şərhlərə yazarsınız ki, ola bilərmi ki, əvəzlik gəlsin, amma vergül qoyulsun. Normalda qoyulmur, %99 qoyulmur. Və feil gələrsə, məsəl üçün, o gəldi, o yatdı, o durdu, vergül qoyulmayacaq. Bir də necəlik bildirərsə o, necəlik bildirərsə. Məsəl üçün, o binada yaşayıram, hansı binada yaşayıram, orada vergül qoyulmayacaq artıq. Deməli, kəf qaydasında və necəlik bildirəndə vergül qoyulmur. Nümunə özlərini gəlin baxaq. Deyirəm ki, o məni sevir. Baxın, ondan sonra mən nədir? Əvəzlikdir, düzdür? Dedik ki, qoyulmayacaq və qoymuram vergülümü. Deyirəm ki, o da bunu bilir. O da bunu bilir. Daha nədir? Köməkçi nitq hissəsidir, qoymayacaq vergül. O, əlbəttə bunu bilir. Əlbəttə modal söz olduğuna görə qoyulacaq. Bilir. Hər iki tərəfindən qoyulur, amma köməkçi nitq hissəsi olaraq dəxliyyatı yoxdur məsələyə. Normalda, yəni köməkçi nitq hissələri gələndə biz vergül qoyuruq. Və yaxud deyirəm ki, o oturdu. Qoyulmayacaq, çünki niyə? O'dan sonra feil gəlir. Düz deyirlər, feil sifət gələndə qoyulur və s. axır. Amma Dövlət İmtahan Mərkəzi mübahisəli məsələləri imtahana salmır. Ona görə də məsləhətdir ki, beyninizdə o tipi şeylərlə yormayasınız. Əsas məsələlər bunlardır və bunlarda da vergül qoyulmur. Məsəl üçün, deyək ki, o bizə gəldi. Qoyulacaq, qoyulmayacaq. Biz nədir? Əvəzlikdir. Artıq yəni qoyulmur. Amma deyirəm ki, o məktəbə gedirəm. O məktəbə gedirəm. Hansı məktəbə gedirəm? O məktəbə. Necə məktəb? Artıq burada necəlik bildirdiyi onu da qoyulmayacaq. Amma ola bilər ki, həm qoyulsun, həm qoyulmasın. Məsələn, hansı məqamlarda ola bilər? O binada yaşayır. Bir deyirəm ki, Aysu binada yaşayır. O zaman qoyulacaq. Çünki şəxs olanda qoyulur adətən. Bir deyirəm ki, o binada yaşayır, hündür binada yaşayır. Artıq burada necəlik bildirdiyinə görə vergül qoyulmayacaq. Bu tip qaydalara diqqət edirək.